Xeyir olsun. Bugün sizlərlə biz noun, daha sonra isə adjective testlərinin izahına baxacağıq. Birinci testə baxırıq. Bir dəqiqə yaxınlaşdırım. Birinci testdə bizdən countable noun istəyir. Sayıla bilən isimlər istəyir. Sayıla bilən isim blood və cherry albalıdır ki, biz bunları saya bilirik, əzbərləmişik. Bizdən passive case istəyir. İkinci cümlədə apostrof s-dən sonra article gəlirsə passive case deyil. Apostrof s-dən sonra feil gəlirsə passive case deyil. Apostrof s-dən sonra ing-li söz gələrsə, baxırıq, əgər cümləmizdə başqa bir feil varsa, onda bu yəlikdir, amma yoxdursa yəlik deyil. Cümləyə baxanda isə C variantında burada başqa bir feil görmürük, ona görə çıxırıq. Dördüncü testdə children's room mənim düzgün cavabımdır. Apostrof s-dən sonra isim. Burada da has got-dur, ona görə uyğun deyil. Bizdə isə positive case istəyir, amma incorrect positive case istəyir. Yanlış olan yəlik əvəzliyini istəyir. İndi baxıram, uşağın ağlamağı. Burada apostrof s-dən sonra cry gəlib, amma cry ağlamaqdır. Ağlamağı. Bu düzgün deyil. Bu cümlə quruluşu düzgün deyil. Baxıram ki, at my uncle's cümlənin sonunda dedik belə gəlirsə, bizim yəliyimizdir, passive case'imizdir. Apostrof s-dən sonra London's. Burada deyirsiniz ki, London yer addır. Yox, London burada yer ad deyil. Burada görürsünüz, müəllif adıdır. London Stories. Kimdirsə adı Londondur, onun hekayələrindən söhbət gedir. Ona görə bu düzgün cavabımızdır. Tears come into man's eyes. Bəli, dedik ki, sonu s ilə bitər, düzəlirsə, yəni cəm forması sonu s ilə bitirsə, onda biz təkcə apostrofdan istifadə edirik. Amma qaydasız feillər var idi ki, s-dən istifadə edilmirdi cəmlənərkən. O zaman biz hər ikisində də apostrof s-dən istifadə edirdik. Və teacher's explanation, bəli, bu da düzgündür. Dördüncü testə baxırıq, bizdən derivative nounları istəyir, yəni düzəltmə isimləri istəyir. Agreement, bir də argument. Bunlar düzəltmədir. Baxın, bunlar agree, bunların kökü feildir. Onlara ment şəkilcisi artırıb isim düzəltmişəm, amma digərləri yox. Beşinci testə baxıram, cəm isimləri istəyir. Burada plate getdi, burada wood getdi, burada mathematics getdi və economics getdi, travel da getdi, təkdədir. Amma D variantında hər ikisi cəmdədir. 6-ya baxıram, uncountable nounlar istəyir bizdən. Burada trust sayılır, getdi. Sonra burada parrot sayılır, getdi. Bus officer sayılır, hour sayılır. Amma energy, fire, fair bunların heç biri sayılmır. 7-ci testə baxırıq, cəm isimləri yenə istəyir bizdən. Bus'dır, bir də contest, 1-4 C variantı. 8-ci testə baxıram, compound nounlar istəyir, mürəkkəb isimlər istəyir. Sunrise, bir də waterfall sözləri mürəkkəb isimlərdir. 9-cu testə baxıram, incorrect istəyir, yanlış olanı istəyir bizdən. Hər və əgər mən burada saç deyirəmsə, bədən üzvüdürsə, burada Harry'də də apostrof s olmalıdır, Jacob'da da apostrof s olmalıdır. Yanlışdır. Digərləri düzgündür. A pair of jeans, bəli, bu düzgündür. Və bir də delicious jam düzgündür. 1-2 düzgündür. Bilirsiniz niyə? Çünki bunlar sayılmır. Sayılmayan isim qarşısında article, yəni article qətiyyən istifadə etmirik. Ona görə yanlışdır. 11-ci testə baxıram. 11-ci testdə məndən positive case istəyir. Sonda apostrof s gəlirsə positive case'dir dedim. Bunu belə yadınızda saxlayın. Və burada baxın, görürsünüz yenə eyni dediyim qavidə. Apostrof s-dən sonra ing-li söz gəlib və digər bir feil də yoxdur. Nə əvvəlində, nə də sonrasında başqa bir feil yoxdur. Ona görə bunu götürmürük. Children's playground, bəli, bu düzgündür. Burada da apostrof s-dən sonra sifət gəlibdir. Feil, isim yoxdur. Ona görə yanlışdır. 12-ci testə baxırıq uşaqlar. 12-ci testdə sufiks istəyir, amma noun düzəldən sufikslər, son şəkilçilər. Burada da ment, tion, insan ilə baxanda gözünə girir ki, biz bunları öyrənmişik ki, bunlar sufikslərdir. İsim düzəldən sufikslər. 13-cü testə baxıram, düzgün cavab istəyir. Birinci düzgündür. An hours apostrof s qoyulubdur. Bu düzgündür. 2 kilos of meat, 2 kilo. Bəli, bu da düzgündür. Baxın, burada 1-2 düzgün cavabımız olacaq, o heç.
Bir də burada səhv nədir? Burada several verirəmsə cəm isim verməliydim. Our sözü orada birləşməli idi. Burada bu cinsdir də, cəmdədir. Bunun qarşısında niyə an artiklı veribdi? Yanlışdır. 14-cü testə baxıram, məndən simple nounları istəyir. Simple noun coffee, bir də Sander mənim simple noundur. Burada who'dur, domdur. Bunlar hamısı bunların hamısı düzəltmədir. Ona görə yanlışdır. Davam edirik. 15-ci testdən uncountable nounlar istəyir, sayılmayan isimlər istəyir. Sayılmayan isim mən sayılır, progressdir, sayılmır, trafficdir, sayılmır, bir də fame sayılmır. 4, 5, 6 variant, A variantı. 16-cı testə baxırıq, incorrect, yanlış cavabı istəyir. Baxın, drive təkdədir, E artiklı qoyulubdur. Car təkdədir, E artiklı qoyulubdur. Bunlar düzgündür. Shop təkdədir, E artiklı qoyulubdur. Həmişə ikinci ismə baxırıq. Ring təkdədir, E artiklı qoyulubdur. Amma bu cəmdədir də bu lights. Bu lights cəmdədir. Burada niyə E artiklı qoyulubdur? Yanlışdır. 17-ci testdə package olmalıdır. Elə baxan kimi bilinir. Sonra positive case istəyir bizdən. Bir dəqiqə belə eləyək. Positive case istəyir. Əgər Z artiklı qoyuramsa, burada white sözü bitişməli idi. S white sözünə bitişik olmalı idi. Sonra apostrof yazılmalı idi. Ona görə yanlışdır. Burada Chu və Leon'un vətəni deyirəmsə, mən burada ikisinin də vətənləri, Chu və Leon'un vətənləri. Burada ikisində bir S olmalı idi. Burada cavab düzgün deyil. Əgər apostrof S ikisinə də qoyuramsa, isim cəmlənməli idi. Postman niyə belə olur ki? Axı bunun sonunda cəmlənərkən S qoyulmur. S qoyulmursa, apostrof sonra S qoyulmalı idi. Nigar had 2 weeks holiday. Aha, D variantı düzgün cavabımdır. Baxın, to-dan sonra isimmi cəmdə qoyubdu. Cəmdə S bitişi olduğu üçün apostrofumu qoyubdu və holiday-ni qoyubdu. Və burada da apostrof S-dən sonra got gəlib deyə yanlışdır. 19-cu testə baxıram, məndən cəm isimləri istəyir. Tuz burada mənim gözümə girir. Mas insanın gözünə batır. Burada news insanın gözünə batır. Dears deyilən bir söz yoxdur. Onun təki cəmi eynidir. Təki deyəndə dear cəmi olanda dear olaraq istifadə edirik. C variantı düzgün cavabımızdır. Və 20-ci testə baxırıq əziz uşaqlar. I tasted a delicious at Smith's yesterday. I tasted delicious, artiklı verirəm də, artiklı verirəmsə mənə tək olan bir şey lazımdır. Baxın, bu getdi. Meat sayılmır, getdi. Meat belə cəmlənməyəcək, getdi. Bu cəmdədir, pieces getdi. Amma baxın, artiklına görə piece of meat bu düzgün cavabımızdır. İndi isə adjektiv testlərinin izahına baxırıq. Bizdən nə istəyir? So as olanda uşaqlar dedik ki, so as olanda adi dərəcə götürəcəm, B variantı. Than varsa müqayisə götürəcəm, more popular, C variantı. More popular, A. In the USA. USA-də daha məşhurdur, bəli. Üçüncü testə baxıram. Burada in-də var. Baxın, görürsünüz, burada in-də var. Sadəcə ini görüb üstünlüyə getməyək. Zən olan yerdə inin heç bir hökmü qalmayacaq. Zən olan yerdə müqayisə lazımdır. One of deyirəmsə, üstünlük götürməliyəm. A variantı düzgün cavabımızdır. Compound nounları istəyir bizdən. Compound nounlarım blue-eyed, kind-hearted. Mənim compound nounlarımdır. Bu, məsəl üçün, simple'dır. Bu, məsəl üçün, compound deyil, düzəltmədir. Logical'dır, alt şəkilçidir, dangerous şəkilçidir. Amma yadınızda saxlayın, defislə yazılanlar compound noun olurlar. Yesterday was a very deyirəmsə, mənə adi dərəcə lazımdır. Ona görə A variantı düzgün cavabımızdır. Və one of deyirəmsə, üstünlük lazımdır. A variantı the most difficult. 7-ci testə baxıram. Very deyirəmsə, yenə adi dərəcə Y variantı lazımdır. Sonra 8-ə drive zən deyirəmsə, mənə nə lazımdır? Mənə müqayisə lazımdır. Baxıram ki, hamısı müqayisədir. Sadəcə olaraq zəndən əvvəl sayıla bilən tək isim gəldiyinə görə mənə artikelli müqayisə lazımdır.
Yəni 3-4 E variantı. Silvers was then varsa yenə mənə müqayisə lazımdır. Much more serious A variantı düzgün cavabımızdır. 10-cu Braveheart is I have ever watched deyirəmsə mən burada üstünlük götürməliyəm. Ona görə the best film. Baxın, mostdan sonra sifət zərf gələr, bestdən sonra isim gələr. Onu yadımızda saxlayırıq. 11 simple adjektivləri bizdən istəyir. Baxıram, humid və lazy bizim simple adjektivimizdir. 12 more deyirəmsə uzunlar lazımdır. More important, more interesting. 2-4 C variantı. Yesterday, a day of the year. Dünən ilin ən soyuq, the coldest day of the year. D variantı düzgün cavabımızdır. 14-ə baxıram. Yesterday, John told me a joke. Dünən mənə told a joke deyirəmsə mənə a funny joke olardı. Ya B-yə gedərəm ya da D-yə gedərəm. Və burada da deyir ki, I have ever heard, eşitdiyim deyir, eşitdiyim. Perfect zamanı gələndə də üstünlük götürür, ona görə düzgün cavabımız 14-cü testdə B variantı. 15-ci testdə baxıram, is going to buy a house next month. Baxın, mənə nə deyir? Baxıram, isim gəlib. İsim gəlsə mən artiklımı qoymalıyım. Məsəl üçün, bunun qarşısında artikl olmalıydı, bunun qarşısında Z olmalıydı, bunun qarşısında much olması üçün müqayisə olmalıydı, much more expensive olmalıydı. Bunun da qarşısında artikl olmalıydı, amma Y variantı düzgün cavabında artiklından veribdir. Lack of knowledge is then. Then varsa müqayisə lazımdır. Baxın, bu müqayisə deyil. More olan yerdə eri olmaz. Baxın, C variantı düzgün cavabımızdır. Çünki match olanda eri müqayisə lazımdır. Ya eri ya da ki more əlavə eləyirik uşaqlar. Most da müqayisə deyil. Dark da uyğun gəlmir. Siz niyə uyğun gəlmir? Burada artiklı qoymaq üçün mənim səndən əvvəl bir sayıla bilən tək ismim olmalıdır. O da yoxdur. Davam edirik 17-ci testdən. The morning isn't as deyirəmsə adi dərəcə varım. Sydney is city in Australia. In dedim və yer bildirən bir söz istifadə etdimsə, mənə nə lazımdır? Təbii olaraq üstünlük lazımdır. O da A variantında. Your hair is and then. Then varsa mənə müqayisə lazımdır. Müqayisə. Bu üstünlükdür getdi. Adi dərəcədə getdi. Burada adi dərəcədə getdi. Burada more qoyub eri qoymaraq getdi. Amma D variantı düzgün cavabımızdır. İndi baxıram. A holiday by the sea is then. Then deyirəmsə, baxın müqayisə lazımdır. S-ı getdi. Adi dərəcədə getdi. Burada həm more qoyub, həm eri qoya bilmərəm. Düzgün cavabım D variantı.